Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə yer alan etiqadi ayələr barəsində idi və ötən bəslərdə bu sual ətrafında danışırdıq ki, bəşərin ilk inancı tövhid olub, yoxsa çox Allahlıq? Bəziləri müxtəlif fərziyyələrə qaplanaraq deyiblər ki, bəşər çox Allahlıqdan tək Allahlığa tərəf gedib. Biz dedik ki, bu bir fərziyyədir və Qur'an-ı Kərimin sərih və açıq ayələri bunun əksini sübut edir. Və təbii olaraq Qur'an-ı Kərim həm vəhyani bir mənbədir və eyni zamanda bu sübutu biz İslam fəlsəfəsi və digər metodlar əsasında da sübut edə bilərik ki, bəşər ilk olaraq tövhid inancında olub, tövhid inancından sapmalar başladığı üçün çox Allahlığa üz tutublar. Və ötən bəsdə biz Əraf surəsinin 138-ci ayəsi ətrafında müzakirə etdik ki, Hz. Musa əleyhissalam bildirir ki, bütpərəstliyin, yəni Allaha şərik qoşmaqlığın əsas səbəbi cəhalətdir. Və dedik ki, bəs bu cəhalət hansı formalarda özünü göstərir? Və biz tam olaraq bu Əraf surəsini İslamın ilk çağları nəzər alaraq necə başa düşə bilərik və Ərəbistanda bu yaranan bütpərəstliyin mənşəyi olaraq bu ayə və digər ayələr bizlərə hansı məlumatı verə bilər? İlk növbədə bunu deyim ki, Əraf surəsi bəzi tarix və mühəddislərin görüşünə əsasən Beysətin 7-ci ilinə təsadüf edir. Beysətin 7-ci ilində hansı məsələlər baş vermişdi? Artıq İslama tərəf bir çox qəbilələr, bir çox şəxslər gəlmişdi və o biri tərəfdən müşriklər öz təzyiqlərini müsəlmanlara qarşı çoxaltmışdılar. Və bunun nəticəsi olaraq müsəlmanlar Şəb-i Əbu Talib adlı bir yerdə mühasirəyə alınmışdılar ki, onlar müxtəlif iqtisadi və digər çətinlikləri görərək öz dinlərindən, yəni tövhid dinindən əl çəksinlər. Belə bir mühitdə ayə nazil olur, yəni Əraf surəsi nazil olur və Əraf surəsi bildiyiniz kimi Məkkədə nazil olan surələrdəndir və burada əvvəlki peyğəmbərlərin bütpərəstliyi ilə mübarizəsinə toxunur və oradan bu Hz. Musa əleyhissalamın qövmünə, Bəni İsrailə işarə edir ki, onlar da bütə sitayiş etmək istədilər və Hz. Musa buyurdu ki, bu cəhalətdən qaynaqlanan bir məsələdir. Yəni, bu bir mesaj idi Məkkədə olan bütpərəstliyə ki, sizin bu bütpərəstliyinizin kökündə cəhalət yaranır. Və Məkkədə, yəni bu Əraf surəsindən əvvəl nazil olan surələrdən də biri Nəcm surəsidir. Nəcm surəsi Hicrətin 5-ci ilində, daha doğrusu Beysətin 2-ci ilində nazil olmuşdu və İxlas surəsindən sonra nazil olub. Baxın, ilk olaraq Qur'an-ı Kərim tövhid anlayışını İxlas surəsi ilə çatdırır. Daha sonra Nəcm surəsində Məkkədə olan bütlərdən yad edir. Nəcm surəsinin 19 və 20-ci ayələrində Allah Teala Lat, Uzza, Mənatdan ad aparandan sonra Nəcm surəsinin 23-cü ayəsində bunlara nəyə görə tapındıqları barəsində məlumat verir. Və ayə buyurur ki, İn hiyə illə əsməun səmməytumuha əntum və abaukum. Bu ki, siz Lata, Uzzaya, Mənata sitayiş edirsiniz. Bu sizin atalarınızın qoyduqları addan başqa bir şey deyil. Yəni nə? Yəni siz ki, bunlara müxtəlif ad vermişsiniz, bu bütlərə, bu daşlara. Bunların həqiqəti də hər hansı bir müqəddəslik, hər hansı bir inanc mənşəyi deyil. Bu sizin ad verdiklərinizdir. Bunların həqiqətində Tanrı, hər hansı bir mənəvi güc, hər hansı bir metafizik aləmlə bunların əlaqəsi olsun. Bunların heç biri yoxdur. Və daha sonra buyurur ki, ümumiyyətlə siz niyə görə buna pərəstiş edirsiniz? İn yəttəbi'unə illəllan və mə təhvul ənfus. Siz yalnız zənn və öz nəfsi istəklərinizə görə bu bütpərəstliyə
üz tuturursunuz. Baxın, Qur'an-ı Kərim Əraf surəsində Həzrət Musa əleyhissalamın sözünə istinad edərək deyir ki, bütpərəstliyin mənşəyi cəhalətdir. Və burada da Allah Teala onların cahil olduqlarını bu formada üzə çıxardır ki, bunlar ki, siz ona ilah adı vermişsiniz, özünüzün və atalarınızın adlandırdıqlarıdır. Və bu adlandırdıqlarınız yalnız və yalnız cəhalət və nəfsi istəyin nəticəsidir. Başqa bir surə ki, Məkkədə nazil olub, Yunus surəsidir. Yenə də burada Allah Teala şirkdən, bütpərəstlikdən danışandan sonra 34-cü ayədə Allah Teala buyurur ki, 34-cü ayədən artıq başlayır ki, necə ki siz Allaha şərik qoşmusunuz, bu şəriklər heç bir formada yaradıcı qabiliyyəti yoxdur. 36-cı ayədə bunun əsl səbəbini deyir. Onların çoxu yalnız zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən Allah onların etdiklərini bilir. Yəni bu bütpərəstliyin əsas kökü insanın zənn, güman, cəhalətə mürtəkib olduğu üçündür. Yəni biz buradan bu nəticəni alırıq ki, Qur'an-ı Kərim bizə bu ayələrlə bunu göstərir ki, bəşər tarixində istər Ərəbistan yarımadası olsun, istər bəşərin ilk çağları olsun, bütpərəstliyə meyil etməsinin ən əsas səbəbi cəhalətdir. Bu cəhalət özünü müxtəlif formalarda göstərir. Bəzən əcdada təqlid etmək, bəzən nəfsi istəklərə uymaq və bəzən də əməli cəhalətin nəticəsidir. Yəni mühitin təsirinə düşmək. Və bunun arxasında hər hansı bir əqli, fəlsəfi, elmi dəlil yatmır. Yəni bir bütpərəstdən soruşsaq ki, sən buna nəyə görə pərəstiş edirsən? Onun bizə deyə biləcəyi nə bir fəlsəfi, əqli, nə də bir elmi dəlili var. Bəlkə bunlar hamısı cəhalətin, cahilliyin nəticəsində qaynaqlanır. Və buradan biz bu nəticəni alırıq və keçən dəfə də buna biz işarə etdik ki, bəşərin ilk inancı tohid olub və tohiddən sapmalar başlayır. O ki, bəzi müasir dinşünas alimlər deyirlər ki, bəşər ilk olaraq çox Allahlıqdan tək Allahlığa tərəf təkamül edib. Bu nə Qur'anla üst-üstə düşən bir məsələdir, nə də elmi və fəlsəfi cəhətdən də öz sübutunu tapır. Niyə? Çünki bu bütpərəstliyin yaradan səbəb həmişə aktiv olub. Bəşərin müəyyən bir dövrünə, müəyyən bir həyatına aid olan bir xüsusiyyət deyil. Deyək ki, bəli, bu xüsusiyyət artıq bəşərdən götürülüb. Bu gün də harada cəhalət varsa, harada cahillik varsa, görürük ki, orada çoxallahlıq inkişaf edir. Və bu çoxallahlığın da qayıdışı təbii olaraq tək Allahlığa tərəfdir. Yəni, nəticə olaraq bir cəmiyyətin çoxallahlığa tərəf getməsinin seyri cəhalətdir. Amma bu cəhalətdən qabaq bəşər özü idraki nəticəsində və peyğəmbərlərin təbliği nəticəsində tohid dinində olmuşdular. Növbəti müzakirə edəcəyimiz məsələ isə bundan ibarətdir ki, ümumən müşriklərin, yəni bütpərəstlərin bütlərə pərəstiş etməsinin əsas motivləri, səbəbləri nədir? Biz bütpərəstliyin yaranmasını dedik, ümumi olaraq cahillik və cəhalət. Bəs bunlar özləri hansı motivləri qəbul edərək, təqdim edərək deyirlər ki, biz buna pərəstiş edirik. Bu barədə inşallah gələn müzakirədə sizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.